çıxıb düşmək çətindir. Xəstəxanadan gətirirəm, xəstədir. Biləcək dəmir yol stansiyasında qatarlara minmək istəyənlər və düşənlər məcburdur ki, bu yerüstü keçiddən istifadə etsinlər və amma keçidin vəziyyəti ürəkacan deyil, çox təhlükəlidir. Buradan düşərkən biraz diqqətsizlik insanın həyatı bahasına başa gələ bilər. Bu baxışsız betonlar gedib, dəmirlər qalıb. Mən özüm gözdən əliləm, 2 dəfə az qala yıxılam. Çətindir, dizlərim ağrıyır. Bunu Sovet hökuməti tikibdi. Bu hardasa 75-ci ildən belədir. Amma əlbəttə çətinliyi çoxdur, xüsusən də yaşlı adamlar üçün. Adi bir yol keçidində orada keçid qoyurlar. Eskalator qoyurlar. Amma burada da yeridir də, qoysunlar bir balaca köprü. Orada bir vətəndaş deyir ki, bu Sovet dövründən qalmadı. Sovet dövrünə də mən neçə ildən 68-dən bu tərəfə mən gözüm açıb bu körpünü görmüşəm. Köhnəlibdir. Dəyişmək lazımdır. Dəyişmək lazımdır. Çox pis görsənir. Təmir lazımdır. Ehtiyatla düşmək olur, hələlik dəmirlər var qırağında. O hər hal təmir olsa xırda yarayar. Çətindir. Kömək edeyim dayı. Yox, yox. Hə. Ehtiyatlı ol. Xəstəxanadan gətirirəm, xəstədir. Hə, tuturam, canınız sağ olsun, Allah köməyinizə dursun. Hamısı sınıq-sınıqdır. Pis gündədir. Düşəndə biraz ehtiyatlı olmaq lazım, mütləq. Bəli, oraya bax. Bir laf sürüyüb, bax orada görsən. İcazə verin. Siz kim oldunuz? Bir özünüzü təqdim elə. Zəhmət olmasa. İcazə yoxdur deyirsiniz, amma vətəndaş narazıdır, keçid köhnədir, çətinlik çəkir. Onu soruşuruq. Çəkişirik. Çəkilişə olmaz desin, müdaxilə edirsin, amma kim olduğunuzu demirsiniz. Bir soruşaq mı kimsiniz siz? Olar mı? Azərbaycan Dəmir Yolları piyadaların rahat və təhlükəsiz daşınması üçün zəruri infrastrukturun, o cümlədən piyada keçidlərinin qurulmasına və yenilənməsinə xüsusi önəm verir. Yeni inşa olunan və ya əsaslı şəkildə yenidən qurulan stansiyalarda beynəlxalq standartlara uyğun müasir liftlər, eskalatorlar, xüsusi panduslar quraşdırılıb, keçidlər tikilib. Biləcər stansiyasında da yerüstü piyada keçidinin yenilənməsi məqsədilə layihələndirmə işləri aparılıb, müvafiq vəsait ayrıldıqdan sonra tikinti işlərinə başlanılacaq. Əslində paytaxtın müxtəlif ərazilərində keçidlərlə bağlı problem uzun müddətdir var. İstər yeraltı, istərsə yerüstü keçidlərdə. Məsələn, hazırda olduğumuz Bayraq meydan yanındakı keçidin eskalatoru uzun müddətli işləmir və vətəndaşlar məcburdur ki, bu keçiddən istifadə edərkən bu formada pilləkən kimi düşsünlər, çıxsınlar. Məsələn, bir xarablıq var. Xarablıq var. Gəlib düzəldərlər də inşallah. Yəqin müəyyən problem, müəyyən səbəblər var. Yəqin olmasa işləyər. Burası paytaxtın Xətai rayonu Ukrayna dairəsinin yaxınlığında bir müddət əvvəl tikilən nəhəng yerüstü keçidin liftidir. Bəli, lift işləmir və vətəndaşlar məcburdur ki, digər tərəfə keçmək üçün pilləkənləri ayaqla qalxsınlar və keçsinlər. Bu qədər pilləkəni də ayaqla qalxmaq zülümdür ki, zülümdür. Çətindir. Ağsaqqal adamlar üçün düşmək çox çətindir. Qeyd edeyim ki, ehtiyat hissələri ölkəmizdə istehsal olunmadığına görə xaricdən sifariş verilir. Sifarişin verilməsi, ölkəyə gətirilməsi bir müddət vaxt tələb edir. Bu müddət ərzində həmin qurğular işləməyə bilər, amma maksimum dərəcədə çalışılır ki, qısa müddət ərzində bu problemlər aradan qaldırılsın.